Salam, mənim dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugündən sonra artıq qərar almışıq ki, sosial media menecerimiz olan xanımla bir yerdə ki, biz artıq öz səsimizlə, öz fəaliyyətimizi sizə göstərək. Çünki səhifəmizdə çox möhkəm azalmalar var. İzləyicilərimə, tələbələrimə daha doğrusu öyrənmək istəyən hər kəsə belə qısa-qısa videolar hazırlayacaq. Sizin də dəstəyinizlə bəyənməyi unutmayın. Hərdən olur ki, öz ətrafımdakı insanlar belə baxırlar, ancaq bəyənmədən keçirlər. Öncəliklə bir metro kartı, istədiyiniz bir kartı götürürsünüz. Yaxşı kəsən bir dənə də qayçın. Burada mən öz vizitkamdan istifadə edirəm. Siz fərqi yoxdur. Bu qaydada doluyursunuz. Kəsirsiniz. Qayçınızın yaxşı kəsməyi atlas linklərdə didilmələrə yol açmır. Baxın, qayçınız yaxşı kəsməz ancaq orada atlas linklərdə biraz fərqli olur. Bəyəndir. Öncəliklə lentimizi qatlayırıq. Şunla daha rahatdır. Baxın, belə zajqalka ilə də eləyə bilirsiniz. Baxın, belə. Belə zajqalka ilə də eləmək mümkündür. Ancaq şamla da belə bir yolu var. Baxırsınız, bir balaca yandırırsınız, yapışdırdınız. Yəni bu zajqalka ilə bu şamla. Sonra isə hazırladığımız ləçəkləri bir-birinin ardınca çox geniş məsafə götürmədən yapışdırırıq. Gördüyünüz kimi. Bu qaydada bir-birinin üstə gələcək şəkildə. İndi gözdə 13-dən eləyim. Artıq ləçəkləri birləşdirdim. Mən 23 ləçəkdən istifadə edirəm. 19 da olur. Siz neçəsini istəsəniz o qaydada edə bilərsiniz. Öncəliklə, əslində burada mən yandırmışam. Bu qaydada kleyinizi tökürsünüz. Baxın. Əslində bunun içinə də salmaq olar, çubuğu görsənməsin deyə. Mən sizə başqa bir metod göstərəcəm. Bu hissəsini geri qatlayaraq çubuğun ləçəyin içərisində görsənməyini gizləyə bilərsiniz. Baxın, qaydamızsa eyni qaydada. Sıranı pozmadan kley istiqamətində ləçəyin tərs istiqaməti ilə gedirsiniz. Sonunda isə ləçəyi birləşdiririk, gördüyünüz kimi. Birləşdirdikdən sonra burada bir nüansımız var ki, əlinizlə ləçəkləri üzü aşağıya olacaq şəkildə yerləşdirirsiniz. Baxın, çəyin gözəlliyinə. Sonra isə bunun istəsəz gözləyirsiniz qurumaq, amma tərpənməməsi üçün mən biraz kleyə qıyıram, yəni istəsəz xət-xətdə qoymaq mümkündür. Qurumağa qoyursunuz, ləçəyimiz hazırdır. Bunlardan tək ədədlərlə buketlər hazırlaya bilərsiniz. Sağollaşım sizlərlə. İnşallah izləməyə davam edin, bəyənməyi unutmayın. Çətin olmasa yorumda yazın. Belə gözəlliklər hazırlayaq. Görüşərik.